Salam uşaqlar, xoş gördük uşaqlar. Bugünkü videomuzda eFootball 2026 yeni Yamanı V10.5.1-in indirib qurmağı sizlərə başa salacağam. Necə indirib qurmaq olur. İndi isə keçəyin necə qurmaq olur onu sizlərə başa salım. Videomun açıqlama hissəsində yorumda ikisindən birində olacaq linki əldə eləmək, yəni indirmə linkini əldə eləmək üçün kanalımıza da abunə olmağı unutmayın uşaqlar. İndi isə keçid edək necə yükləmək olduğunu sizlərə başa salım. Dediyim kimi, siz linkdən giriş edəcəksiniz. Mən burada linki kopyalamışam sadəcə. Göstərirəm sizlər üçün. Siz videoda, açıqlamada, yorumda ikisindən biri yerdə olacaqdır. Ya açıqlamada olacaq, ya yorumda olacaq. Burada davam et sözünü edirik, yəni Dovland. Davam edək. Reklama atlayırsınız. Mən etdiyim kimi reklama atladınız və burada gördüyünüz kimi 4 GB-a yaxındır. Bunu yükləyək. Məndə yüklü qaydası var. İndi isə belə deyək, siz yüklədiniz. Mən bunu dayandırıram hal-hazırda. Məndə yüklü qaydası var. Siz bunu tam yükləyib qutarandan sonra nə edirsiniz? Gəlirsiniz bu proqrama, Met Manager. Met Managerdə hardan yüklüyorsunuz? O biri videolarıma baxsaz, əldə eləyə bilərsiniz. Met Managerində linkini sizlər üçün yerləşdirəcəm. Bu videomda əldə eləyə bilərsiniz. İndi isə Met Managerdən nə edirik? Met Manageri qurmaq üçün hər bir şeyə icazə verir. Birinci növbədə nə etmək lazımdır? Play Marketdən bu hissədən uşaqlar. Bu hissəni siz mütləq şəkildə bağlamalısınız. O biri videolarıma baxsaz, başa düşə biləcəksiniz. Kapatdıq və salam. Siz keçirsiniz, verdiyim linkdən Met Managerində linkini sizlər üçün qoyacam, əldə elə bilərsiniz. Yükləyə bilməyənlər üçün, təzə UEFA Çempionlar Liqasını yükləmək istəyənlər üçündür. İndi isə nə etməliyik? Dediyim kimi, Met Manageri yüklədiniz, hər bir şeyə icazə verdiniz. Siz burada uşaqlar, məndə dediyim kimi, yüklü qaydası var. Siz birinci növbədə nə edirsiniz? Gəlirsiniz bura, həmən 3,4 GB-a yaxın. Bunu bir dəfə üstünə basırsınız, qurlaşdırırsınız. Sizlərdən bir yerdə göstərəcəm ki, necə qurmaq olur, onu başa düşəsiniz. Bu çıxartsın burada. Gözləyək sizlərdən bir yerdə. Bura bitsin. Mən necə edirəm, siz də o formada eləyin. Sizə də alınacaq qurulma. Əsas papka bu gördüyünüz kimi ASE-Spetski. Burada paket yükləmə. Yəni yalnız bircə dəfə basırsınız. Bir dəfə basdıqdan sonra çıxarış eləyəcək burada. Yəni ayarları düzəldəcək. Çıxartsın burada uşaqlar bunlar. Əsas hissəmiz necə güncəlləyək bunu. Sizi güncəlləyəndən sonra oyuna atacaq. Siz çıxış eləyin. Təzədən qayıdan giriş edin Met Managerə. İndi göstərəcəm necə eləyirəm. Siz də o qaydada eləyin. Qura biləcəksiniz. Bu da çıxartsın burada. Aha. Açaq. Çünki məndə var yüklü qaydası. Bu oyunu atdım. Mən buradan çıxış eləyəcəm. Çünki məndə var. Buradan yuxarıdan bir dəfə bunu bassınız, bu getdi. İndi isə nə etmək lazımdır? Çıxış edirsiniz. Təzədən Met Managerə girirsiniz. Met Managerə girdiniz. Burada uşaqlar, gördüyünüz kimi FCB USB. Bunu nə etməlisiniz? Mən bunu siləm. Demək olar ki, sizdə yoxdur. Siz nə edirsiniz? Bu 3 xəttə vurursunuz. Yerli depolama. Yerli depolama eləyirsiniz. Gəlirsiniz bura. Sizdə o çıxardıbdır. Gördüyünüz kimi buradadır. Üstünə bir dəfə vurursunuz. Bu klassoru kullanar. Yəni icazə verməlisən. Gördüyünüz kimi bura çıxdı. Burada üstünə bir dəfə basırsınız. Data var. Datanın üstünə bir dəfə vurursunuz. Felix papkası var. İndi isə buradan nə etmək lazımdır? Həmən sağ tərəfdə olan həmən 3,95 4 GB-lıq. Bunun üstünə bir daha vurursunuz.
Felix bir dəfə də vurursunuz. Bax burada gördüyünüz kimi bunu götürüb uşaqlar, yəni ayıqla sözü özü atacaq ora. Tamam basırsınız. Məndə yüklü qaydası var deyənə siz də belə eləməyəcəkdir. O atacaq ora. Sonra gedin həmən bu burada çıxartsın. Sizlərdən biri də göstərdim. Çünki birinci növbədə sizdə birincidə açılmayacaqdır. Çünki bunu atmamısınız deyənə orada indirmə papkası aşağıda ağ cizgilər var. Cizgilər dolmayacaqdır. Bunu eləyəndən sonra dolacaqdır. Gözləyək bu da keçsin ora. Çünki məndə qurulu vəziyyəti var sizlər üçün. Başa sallam, vəssalam. Atdı bu bura. Data Felixin içinə bu qaldı orada. Çıxış eləyirik biz buradan. Çıxış eləyirik. Çünki məndə yüklü qaydası var. Və buradadır. Bu formada açılacaq sizdə də. Türkiyə serverlərini qoyarsınız, istəyirsiniz Azərbaycanda. Çünki məndə qurulu vəziyyəti var. Məndə birbaşa oynatacaq, amma sizdə orada bölgələr çıxacaqdır. Hər hansı seçəndən sonra vəssalam. Məndə quruludur uşaqlar. Çünki məndə o aşıbqanı vermədi. Siz dediyim kimi etsəz alınacaq. Videomuz bu qədər. Sağ olun. Kanalımıza da abunə olmağı unutmayın.